Son günlər bəzi kanallar və sosial media mənbələri belə bir iddia irəli sürür. İranda təhlükəsizlik qüvvələri aksiyalar zamanı geniş miqyaslı zor tətbiq edib və çoxlu sayda insan zərər görüb. Paylaşılan görüntülərə baxanda bunu əsas dəlil kimi göstərir. Biz isə soruşuruq, bu aksiyalarda iştirak edənlər kim idi? Hər kəs eyni motivlə çıxmışdı, yoxsa fərqli qruplar da var idi? Çünki sonradan yayımlanan dəlillərdə bəzi şəxslər özləri danışaraq bildiriblər ki, müəyyən çevrələrin tapşırığı ilə prosesə qoşulublar və müəyyən məqsədlərlə hərəkət ediblər. O yandan bir yandan o xədə sözdən doldurdu. Deyəcək qabaqdan film get. استوری گذاشتم که من مغازمو میبندم و به خیابان میام. این ویدیو آموزشی رو برای شما ارسال کرده بود؟ بله. اگرم میتونی با خودت سعی کنی کوکتل مولوتوف درست کنی. Bu zaman qarşı tərəf tez başqa iddiaya keçir. Yox, onlar sadəcə xalq idi və dövlət xalqı hədəf aldı. Cavab isə faktlardadır. Çünki həmin dövrdə İranın öz daxilində daha böyük bir mənzərə də yaşandı. 12 yanvarda milyonlarla insan dövləti və sabitliyi dəstəkləmək üçün kütləvi şəkildə küçələrə çıxdı. Müxtəlif şəhərlərdə, müxtəlif təbəqələrdən 10 milyonlarla insan aksiyalara qatıldı. Belə olduqda sual artıq sadədir. Bir tərəfdə sayları minlərlə olan koordinasiyalı qruplar, digər tərəfdə isə onlarla milyonluq kütlə. Hansı daha real mənzərəni göstərir? Hansı daha çox xalqın iradəsi ilə izah olunur? İşin maraqlı tərəfi isə budur. Bu mövzuları gündəmdə saxlayan tərəflərin əksəriyyəti bir dəfə də olsun başqa ölkələrdə baş verən oxşar aksiyalar zamanı xalq hüquqları, insan sevgisi və ya azadlıq barədə danışmır. Mövzu nə humanizm, nə də hüquqdur. Mövzu geosiyasətdir. İnformasiya savaşıdır və imicin kim tərəfindən formalaşdırılır. İran haqqında bu dəfə mütləq çökür, bu dəfə rəhbərlik qaçır kimi başlıqlarla çıxış edən medialar artıq 20 ildən çoxdur eyni təsvir çərçivəsini təkrarlayır. Xüsusilə İsrailə bağlı məlumat şəbəkələri və onlara bağlı politoloqlar tərəfindən. Ancaq hər dəfə reallıq başqa cür olur. Əsas sual isə budur. Əgər həqiqətən məsələ xalq sevgisi və insan hüquqları olsaydı, niyə bu həssaslıq yalnız və yalnız bir ölkəyə qarşı göstərilir?